Ermənistandakı Axtala mədənində çalışanların bir hissəsi işə çıxmaqdan imtina edir, maaşlarının artırılmasını tələb eləyir. Azərbaycanın Qazax-Ağstafa bölgəsinə yaxın Lori vilayətində yerləşən mədəndə əsasən mis çıxarılır. Mədən bu dağlıq bölgənin əhalisi üçün əsas gəlir mənbələrindəndir. Burada 500-dən çox insan çalışır. Tətil eləyənlər deyirlər ki, onlar qazma işlərindən əlavə partlayış, su vurulması kimi işlərə də cəlb edilirlər, amma bunun haqqı ödənmir. Mədən rəhbərliyi tətil eləyənlərlə görüşərək maaşların qaldırılmasının mümkün olmadığını bildirib. Amma onlara əlavə işlərin gördürülməyəcəyini də söz verib. Tətil eləyənlər isə narazıdırlar ki, əlavə işlərin görülməsi üçün başqa insanların cəlb edilməsi onların problemini həll etmir, çünki maaş onsuz da aşağıdır. Həmkarlar İttifaqı deyir ki, son 5 ildə dünya bazarlarında misin qiyməti az qala 50% qalxsa da, mədəndə çalışanların maaşında heç bir dəyişiklik olmayıb. Mədən rəhbərliyi isə deyir ki, işçilərin maaşı aşağı deyil, bəziləri hətta 1 milyon dram, təxminən 4500 manat qazanır. Tətil eləyənlər isə bildirirlər ki, belə yüksək maaşı mədəndə tək-tük adam ala bilər. Əksəriyyətin maaşı 130-140 min dramdır, 580-630 manat arası. Mədən rəhbərliyi bu arada yeni işçi axtardığı haqqında elan verib. Tətil eləyənlər isə bunun onları qorxutmaq, işə qayıtmağa məcbur etmək üçün edildiyini deyirlər.